Dostlar, hər kəs xoş gəlibdir. Gəlin Maçkolikdəki bir çox datanı ilk birinci hissəyə gedək. Birinci hissə üzərindən sonra bir çox ilk yarıya baxacağıq. İlk yarıdakı statistikalara da baxarıq. Bir saniyə. Hər kəs xoş gəlib dostlar. İlk yarıdakı pozisyonlara da baxacağıq. Və bir çox şeyi sizlə birlikdə müzakirə edəcəyik. Hər kəs xoş gəlib dostlar. Bizim yayımlarımızı keçən ildən bilənlər, Qarabağ yayımı bilənlər birlikdə sizlə bir çox şeyi müzakirə edəcəyik. Ümumiyyətlə ki, moment olaraq baxsaq, heç bir dəyərdə rəqibdən əksik deyildik. Yəni hətta sırf oyunun statistikalarına baxsaq, onlardan çox daha güclüydük. Yəni qapıçının elədiyi səhvlər daha vəziyyəti pis yerə qoydu. Onun da rolu vardı. Bunun da rolu var idi. Yəni biz əslində çox daha rahatlıqla bu oyunu qopara bilərdik. Qapıçının elədiyi səhvlər üzündən biz oyunu, qələbəni daha da gecikdirdik. Statistika olaraq ümumiyyətlə rəqibə əslində yəni rəqibin çox az zərbəsi var. Qapıya zərbəsi də çox az idi. Təbii ki, təhlükəli bitirə bilmədikləri zərbələr də var idi, amma yəni biz onlardan çox üstün idik. Yəni istər birinci hissə olaraq baxsaq, istər ikinci hissə olaraq baxsaq, bütün hər şeydə onlardan çox daha üstün idik. Bir-iki əslində nüansa baxmaq istirdim. Sizlə bir yerdə. Hücum bölgəsindən də baxacaqdıq. Ümumiyyətlə, Puçakın oyunu möhtəşəm idi. Yəni, məncə, bilmirəm, başqa yerə transfer olacaqmı, olmayacaqmı? Puçakın oyunda etdikləri ısı haritasına da baxa bilərik. Puçakın oyununa. Sırfamısını çıxarıb. Puçakın oyunda yəni oyuna təsiri, oyunda etdiyi bir çox şey həqiqətən möhtəşəm idi. Yəni bunları demək lazımdır. Çox dostlar, hər kəs xoş gəlibdir. Əslində mən paylaşmaq istədiyim o səhifə deyil, bu digər səhifədir. Digər səhifədən biz şeylər deyil. Burada reklamları deyil. Deməli, Puçakın oyuna təsiri məncə çox dəhşətdir. Puçakın oyunu çox xoşladım. Amma ümumiyyətlə, istər Lepniçanın oyunu olsun, məncə yaxşı idi. Bu oyun Daşdəmirov da yaxşı oynadı. Keçən oyun çox səhvlər eləmişdi. Amma qapıçımızın oyunun ən pislərindən olduğunu demək lazımdır. Hətta Sofadan reytinglərə də maraqlı da baxacağam sizlə birlikdə. Deməli. Hər kəs xoş gəlibdir. Ümumiyyətlə, yayınlarımız daha çox olacaq. Hətta ümid edirəm ki, fərqli analiz videoları da edə biləcəyəm. Biraz əvvəlkindən daha fərqli formata keçidlər də olacaq. Bir də dostlar, yayımda olanlar yayımı bəyənib fikirlərinizi yaza bilərsiniz. İnşallah daha çox fikirlərimizi, daha çox şeyi sizlərlə bölüşəcəyik. Ümumiyyətlə, daha çox futbol içəriğinin, bir də fərqli içəriklərin olmasını istəyirəm. İnşallah olmasına çalışacağam. Görək, bu əvvəlki video üçün yazıblar. Tamam. Dostlar, hər kəs bir daha xoş gəlibdir. Bütün rəylərinizi yazmağınızı istəyirəm. Gəlin, reytinglərinə də baxacaq oyuncuların. Bizim oyuncuların reytinginə də baxacaq. Ümumiyyətlə, qapıçımız oyunun ən bərbadıdır. Yəni, bu bilinəndir. Elədiyi səhvlər olaraq baxsaq, ümumiyyətlə, oyuna təsiri olaraq, yəni, çox pis vəziyyətdə qoya bilərdi komandanı, amma şükür ki, ondan sıyrıla bildik. Onun əvəzini çıxa bildik. Əslində, məncə möcüzəvi oldu son momentlərdə o qələbənin gəlməsi.
ümumiyyətlə, komandanın bütün zəhməti heçə gedə bilərdi, amma yaxşı qurtardıq yəni. Bu videonu silək ki, cəmaatın qabağına çıxmasın. Dostlar, hər kəs xoş gəldi. Siz də rəylərinizi bildirə bilərsiniz. Bütün hər şeyi deyə bilərsiniz. Mən hər halda yayımı davam etdirəcəm biraz. Sizin fikirləriniz olduğu halda da başqa bir neçə şeyi bölüşmək üçün oyunçularımızın performansını bölüşəcəyik, danışacağıq. Mikel əslində oyunun yaxşılarından deyildi, amma mübarizəsini demək lazımdır. Yəni oyun boyu oyunun içində olduğu, Rəhman Aliyevin əslində oyunu məncə dəyişdirən o qolunu da demək lazımdır. Oyunun içində qalması, ikili mübarizələrdə çox cəsur olmasında rolu var. Bu gün əslində müdafiə pis deyildi. Solvetin bir-iki momentdə qapıçı ilə anlaşılmazlığı vardı. Yəni mən Zedatka'nın oyunundan narazı deyildim. Amma ki komanda olaraq iləride qazandığımız topları 2 oyunda, ümumiyyətlə Sabahın təbii ki, bu biraz oyunçu keyfiyyətinə də baxır. 2 oyunda iləride qazandığımız o topları dəyərləndirə bilmirik. Məncə ən böyük problemlərdən birisi budur Sabaha baxdığımızda. Amma digər tərəfdən komandanın birlikdə oynaması, komanda şəklində oynaması, Simicin möhtəşəm ümumiyyətlə neçə oyundakı performansı və komanda olaraq bir oyuncudan asılı olmayan oyunu Sabahın məncə ən güclü cəhətlərindəndir. Yəni bu davam etdikcə Sabahda daha böyük uğurlar görə biləcəyik. Ümid edirəm ki, Sabah bu performansını və bundan da artığını eləyə biləcək və Çempionlar Liqasında qaldığımız üçün artıq çoxlu transfer də eləyə biləcəyik. Bu da yaxşı cəhətlərdən birisidir. Mən burada bir neçə ekranda əslində oyunçuların reytinqləri qaldığı halda mən başqa bir neçə nüansa diqqət çəkəcəyəm. Bizə topla buluşma lazımdır. Bizə ısı haritasına gərək yoxdur. Pukaça biraz bir daha nəzər salacağam. Maç kollektivdə xoşuma gələn bir neçə şey sizlə bölüşəcəm. Dostlar, rəy yazmağı unutmayın. Rəylərinizi yaza bilərsiniz. Yayımı bəyənməyi unutmayın. Ümumiyyətlə daha çox yayımlar olacaq. Ümid edirəm ki, Qarabağda konfransa qalsa onun da. Sabahın yayımlarını yəqin ki, daha böyük həvəslə eləyəcəyəm. Əvvəlki Qarabağ yayımlarından biraz daha fərqli olaraq. Yəni komandanın ortaya qoyduğu ruh, əlindən gəldiyi bütün şey etməsi, komanda şəklində oynaması, ön alan baskısını yaxşı qurması, toplu oyunda ürətməsi, istər mərkəzdən, istər cinahları çox yaxşı istifadə etməsi, yəni və bütün gücünü məşqçinin bunu çox yaxşı şəkildə hazırlaması. Ona görə ümid edirəm ki, daha çox içərik hazırlaya biləcəyəm sizlər üçün də. Özüm üçün də çox maraqlıdır. Yəni biraz daha fərqli olduğu üçün, yəni bu məni daha çox motivə eləyir. Nəinki məsələn hər hansı bir komandanın Çempionlar Liqasında olub, amma çox da belə əlindən gələni etməməsi. Sabahın məncə uğuru Qarabağın neçə illərdir olan uğurunun çox daha üstündə bir uğurdur. Yəni bunu məncə demək lazımdır. Daha zəif bir kadro, təcrübəsiz kadro, təcrübəsiz heyət, təcrübəsiz oyunçular və bütün bunlarla edilən qələbənin, bütün bunlarla Çempionlar Liqasına qalmaq məncə mükəmməldir. Yəni həqiqətən Sabahın bu uğuru hər kəs üçün, yəni həm bir dərsdir, həm bir tərəfdən də məşqçinin bəzən komanda üçün nələr edə biləcəyinin göstəricisidir. Yəni mən bu yayımı başqa bir platformada da paylaşım. Deməli, indi sizə bir neçə oyunçu üzərindən baxacağıq. Əslində diqqətə çatan bir neçə şey danışacağam. Deməli, dostlar, hər kəs xoş gəlibdir. Hər kəs xoş gəlibdir. Siz də rəylərinizi yazın, rəylərlə bağlı danışacağıq. Sabahın etdiyinin uğurun çox dəyərli olduğundan danışdıq və bütün bunları əslində bütün bunların Sabahın etdiyi bütün bu uğurun həqiqətən bir rahat bu qədər zəif çıxış eləyə biləcək, bəlkə də bu qədər underdog sayılan, heç gözləntisi olmayan bir komandanın bu uğuru məncə
təqdirə layiq və üstüdür. Yəni bundan da buna yaxınlaşan bir uğur məncə bizim komandalarımızda rahat-rahat olmayıbdı. Hər halda möhtəşəm. Yəni möhtəşəm idi. Sabahın, öz səhifəsində çox az paylaşım var. Rəsul, Fənərbağçı oyunundan sonra yox. Fənərbağçı oyunundan sonra yayım, olmur. Sadəcə Qarabağ, Azərbaycan oyunlarında olur. Sabahın Dostlar, hər kəs xoş gəlibdir. Sən niyə məndə onları ingilis dili göstərir? Çox maraqlıdır. Niyə ingiliscə yazır ki? Dostlar, hər kəs xoş gəlibdir. Yenə də bir neçə detayı göstərəcəm, ondan sonra davam edəcək. Əslində bir neçə oyunçunun topa toxunma yerlərinə baxacağam. Pukaç çox maraqlı idi. Pukaç qapıçımız o qədər səhv elədi ki, maraqlı bir neçə oyunçuya baxaq. Mikelsin təqdir etmək lazımdır. Normalda 9 nömrə oynadı, sonra cinahda oynadı, amma oyuna yəni cinahda çox daha yaxşı bir oyunçudur. Çünki qol almaq xüsusiyyətində, amma yaxşı ayaqları var, yəni cəld ayaqları var. Məncə Aleksey İsayevin də oyununa girdikdən sonra performansı yaxşı idi. Bir dənə də zərbəsi var idi, dəqiq olmayan. Başqa kimə baxacaqdım? Severina'nın da oyuna təsiri məncə yaxşı idi. Teylor Ötəlimovun zərbəsi fantastika idi həqiqətən. Simic ümumiyyətlə oyunun hər yerindədir. Simicin oyunu möhtəşəmdir. Bəlkə də müdafiə xəttini gələcək oyunlarda biraz daha irəli çıxarmaq məsələlərdən biri ola bilər. Sabah bunu yəni istər Daşdəmirov olsun, istər Daşdəmirov bunu etmək olsun, istər Solvet olsun, biraz daha müdafiə xəttinin irəli çıxarılması bəlkə də komandaya çox da işinə yaraya bilər, amma burada biraz daha zəif qalırıq. Amma bu oyun Solvetin bir neçə məqamda səhv pası var idi, top ikisi var idi, amma ümumiyyətlə yaxşı idik. Pukaçın məncə asmaları pis deyildi. Ümumiyyətlə oyuna təsiri Pukaçın yaxşı idi. Başqa bir neçə nüansı da sizlə bölüşəcəkdim. Deməli, buna da baxdıq. Bir neçə oyunçunun oyun performansına baxdıq. Zərbələrə də baxmaq olar, maraqlıdır. Zərbələrdə sabahda çatışmayan şeylərdən birisi odur ki, məsələn, bizdə Mikels kimi bir oyuncu var. Neçə dənə zərbəsi vardı. Amma bütün bu zərbələrin əksəriyyəti qeyri-dəqiq idi. Yəni biraz daha yaxşı bir 9 nömrə Qarabağda, Sabahda çox iş görə bilər. Bunu məncə önəmi çoxdur. Çünki Mikelsin 9 nömrə olduğu momentlərdə Sabahın çox yaxşı oyun oynadığını demək olmaz. Yəni Sabah çox moment qaçırırdı. Başqa bir neçə nüansa da baxacaqdım. Pozisyonlardan vardı. Hücum yönlərinə baxmışdıq. Oyun bölgəsi. Daha çox ortada olması, daha çox təbii ki, onların qapısı olması, onlarda o qırmızı vərəqənin də rolu var idi. Sıra xəritəsində bir neçə oyuncuya baxdıq. Həqiqətən Simicin oyunu sıra xəritəsi çox maraqlıdır. Oyunun demək olar hər yerindədir. Mikels də zaten oxşar şəkildə demək olar, çünki çox kömək elədi müdafiədə. Yəni Mikelsin mübarizəsi həqiqətən təqdirə layiqdir. Başqa hansı bir neçə nüansa da baxacaqdıq. Statistik olaraq zaten yəni biz bir neçə əgər baxsaq, uzaqlaşdırma onlarda çoxdur. Təbii ki, daha çox onları uzaqlaşdırmaq. İkili mücadilədə üstünlük. Yəni bunlarda da yaxşı deyə biləcəyimiz çox şeylər var. Pasdakı isabət olsun. Yəni bənzər şeylər, ikinci zərbəmiz təbii ki, çoxdur. Amma
Məncə ilk hissədəki bizim etdiyimiz, asmalar daha yaxşı idi, amma sonradan daha zəif performans göstərdiyi asmalardır. Amma hər halda mükəmmələ yaxın performans idi. Sabahın inşallah oyunlarını, rəqiblərini biraz daha fərqli formatda analiz etməyi düşünürəm. Çünki AI ilə bağlı bir neçə şey etməyə çalışıram. İnşallah onları etdiyim halda daha çox fərqli analizlər etməyə çalışacağam. Bugünkünə bənzər və bugünkündən də gözəl inşallah analizlər olacaqdır. Yəni çox detaya baxacağıq bir yerdə sizlə. Bir neçə detaya əslində baxdıq, amma məncə bunlardan ötə bir neçə şeyi bir daha sizlə söhbət eləyərək əslində yayımı bitirərəm yəqin ki. Məncə Dambraskasın qurduğu komanda və oynatdığı oyun bir böyük komandanın oyununa bənzəyir. Ağıllı gözləmə. Təbii ki, bəzən səhvlər var. Hapoellə ilk oynadığımız oyunda çox geriyə çəkilmək və ondan sonra yediyimiz qolları da demək lazımdır. Amma bütün mərhələlərə baxdıqda, yəni ortaya qoyulan performans, əllərindən gələnin hər şeyini etmələri, oyunçuların ümumiyyətlə ikili mübarizədən çəkinməmək, birə-bir baskıları çox vaxt yaxşı yerinə yetirməsi komandanın bir oyunçudan asılı olmaması, digər tərəfdən basqın oyun, yəni rəqibin bir an belə geri yaslanmasını çox yaxşı istifadə edə bilməyi, bütün bu məqamları nəzərə aldıqda məncə belə bir heyətdən, belə bir komandadan bundan artıq çox şey gözləmək çətindir. Yəni bu dəyərdə olan bir komanda çox rahat başqa bir komandaya üstünlük qura bilməzdi. Yəni Sabahın komanda dəyərinə də baxacağıq. Hətta bir neçə komanda dəyərini sizlə birlikdə belə desək analiz eləyəcəyik. Ondan sonra yayımı da sonlandıracağıq. Yəni çox təqdirə layiq çox nüanslar var. Ümid edirəm ki, bir neçə 3-5 milyonluq, 2 milyonluq, 6 milyonluq bir neçə oyunçu alınsa, məncə Sabahın belə deyək, daha böyük uğurlarını görə bilərik. Təbii ki, ilk 24-ə girmək asan deyil Çempionlar Liqində, amma hər halda Sabahın bu uğuru, bu heyətlə etdiyi uğurlar, ümumiyyətlə bu qədər basqın oynaması, komandanın bir-birini sığortalaması, digər tərəfdən ağıllı oyun, cinahları istifadə eləmək olsun, mərkəzdən gəlmələr olsun. Təbii ki, zərbədə, bitiricilikdə problemlər var. Bunların amma çoxsunun məncə oyunçu keyfiyyətində problem var. Yəni məşqçini yəqin ki, 1 il, 2 il sonra burada saxlamaq mümkün deyil. Bəlkə də bu ildən sonra belə saxlamaq mümkün olmayacaqdır. Amma Azərbaycan futbolu üçün çox böyük şeylər elədi. Bir dənə komanda dəyərini paylaşacağam. Sabahın digər rəqibdə paylaşacağam. Əslində bir çox nüansda paylaşıb sizlərlə. Ondan sonra yayım sonlandıracağıq. Dostlar, hər kəs bir daha xoş gəlibdi. Yayımı bəyənib kanala abunə olmağı unutmayın. Daha çox yayımlar olacaq. Daha çox təbii ki, bu il Sabahın yayımları olacaq. Mən biraz daha komandaların performansı, belə deyək, izlənilmə və daha çox oynanılan oyunun da nəzərə alaraq Sabahın daha çox yayımlar etməyə çalışdım. Amma inşallah Qarabağın da kritik oyunlarını, yayımını etməyə çalışacağıq. Amma biraz daha fərqli formatda. Sabahın komanda dəyəri 17 milyondur. Məsələn, müqayisə üçün Hapoelə baxaq. Hapoel axtaraq Berşevanı sonra taparıq. Bizdən daha dəyərli bir komanda. Düzdür, dəyər fərqimiz azdır. Amma yenə də, yəni daha güclü bir komandanı udmuşuq. Məsələn, buna müqayisə edərək Qarabağa baxaq. Qarabağın komanda dəyəri daha yüksəkdir məsələn. Amma bütün hər şeyin İnşallah daha çox uğurlar olar, daha çox yayımlar da olacaqdır və sizinlə əslində daha çox yayımlar etməyə maraqlı bir neçə oyunçunu seçdikdə çox qəribə bir məncə mənzərə ortaya çıxacaqdır. Məsələn, 3 Pukaçı, Simiçi və Mikeyzi seçmişəm. 3 oyunçunun etdiyi mübarizənin həqiqətən dəyərinə baxın. Yəni ısı haritası bu cəhətdən yaxşıdır. Hansı yerlərdə çox olublar. 2 oyuncu da seçsək, əlavə Daşdəmirovu seçdim, ya da Daşdəmirovu seçməyim. Ömər Əlini seçirəm, bir də mərkəzdən digər oyuncu seçirəm, Lipiniçə. Həqiqətən nə qədər mübarizə etdiyini
baxa bilərsiniz. Yəni sadəcə komandanın 5 oyunçusunun ısı xəritəsinə baxırıq. Həqiqətən təqdirə layiqdir. Bunu istərsəniz, məsələn, topla buluşma olaraq da baxmaq olar. Pukaça baxarıq yenə. Əmələ Rəhmanova baxarıq. Lepniçə, bir də Mikels. Yəni oyun demək olar hər yerində topa toxunublar. Yəni sadəcə 4 oyunçudan söhbət gedir dostlar. Bir oyunçu da əlavə etdikdə, yəni təbii ki, müdafiə olsun. Simiçin oyuna təsiri zaten danılmazdı. Simiçi təkcə Simiçi qoysaq, məsələn, yəni burada da başqa bir nüansı görə bilərik, yəni. Simiçin oyunda təsiri. Yaxşı oyunçular var, əlavələr olmalıdır. 9 nömrəyə xüsusi əlavələr olmalıdır. Amma mənim ümidim çoxdur ümumiyyətlə Sabahın oyunundan, Sabahın performansından və daha çox böyük uğurlar da gözləyirəm. Dostlar, özünüzə yaxşı baxın. Daha çox analiz etmək istəyərdim, amma biraz necə deyərlər, çox şey danışdıq, həm də sual da azdır. Ümumiyyətlə, inşallah daha çox analizlər, daha çox videolar da olacaqdır. Bu həftədən sonra zaten mən tətilə çıxacağam, ona görə də daha da çox vaxt olacaq. Suallarınızı, rəylərinizi yaza bilərsiniz. Bütün xoşunuza gələn, xoşunuza gəlməyən nüansları da yaza bilərsiniz. İnşallah daha çox yayınlar olacaqdır futbolla bağlı. Özünüzə yaxşı baxın. İnşallah görüşərik.